Salam əziz şagirdlər, 21 dekabr tarixində paylaşdığımız sınavımızın suallarının izahlarına baxırıq. Siz də hər həftə ödənişsiz sınavlarımızdan istifadə etmək üçün bizim WhatsApp qrupumuza qoşulmağınızı və YouTube üzərindən bizi izləməyi və eyni zamanda digər platformalarda bizi izləyərək öz riyazi biliklərinizi yeniləyə və daha artıq suallardan istifadə edə və ümumiyyətlə riyaziyyatla bağlı hər şey haqqında məlumat ala bilərsiniz. Birinci sualımızın izahında deyir ki, Bərə 4 saata 20,4 km yol gedərsə 6 saata nə qədər yol gedər? Demək, tənasübü qıraq. 4 saata 20,4 km yol gedirsə 6 saata x kilometr gedər. Göründüyü kimi tənasübümüz düz mütənasibdir, çünki çox zamana çox yol gedər. Tənasüb düz mütənasibdirsə onda çarpaz şəkildə vururuq. Yəni 4x bərabərdir 20,4 vurulsun 6. X-imizi tapsaq buradan 20,4 vur 6 bölünsün 4 alınacaq. İxtisar gedir. 5,1 qalır. 6'ya vuranda 5,1'i demək 6 1'in 6, 6 5'in 30. 30,6 alınır. Cavabımız olacaq B variantı. İkinci sualımızda deyir ki, ədədlərdən hansı rasionaldır? Rasional nədir? Kökdən çıxa bilən ədəd yəni. Demək, kök altda 2 vur kök altda 3 eləyəcək kök altda 6. Kökdən çıxa bilmədiyinə görə irrasional. Bir kökün altında yazsaq kök altda 16 bölü 2 nə alınır? Kök altda 8 alınır. İrrasional. Kökü çıxılsın kök 2 irrasional ədəddir. Kök altda 8 çıx kök altda 2. Kökdə 8'i biz 2 kökdə 2 kimi yaza bilərik. Çıxılsın kökdə 2. Bu da eləyir kök altda 2. Bu da irrasionaldır. Kök altda 27 bölünsün 3. Nə verir? Kök altda 9 verir. Bir kökün altında yaza verir. Buradan da 3 çıxır. Yəni cavabımız olacaq 2-də E variantı. Üçüncü sualda dairəvi diaqramda maşın dillerində 2017-ci ildə satılmış maşınların faizlə miqdarı verilmişdir. Dillerdə satılan sedan tipli maşınların sayı digər satılan maşınların sayından 40 ədəd çox olarsa neçə truk tipli maşın satılmışdır? Ümumiyyətlə sedan neçə faiz satılıb? 54, digər 52, digərləri də təbii ki olacaq 48, ümumidə 100% olması üçün. Neçə faiz çox satılıb? Demək 4% çox satılıb. Həmin 4% neçə maşın eləyir? 40 maşın eləyir. Deməli 4% 40 olan ədədi tapmalıyıq. Bunun üçün 40'ı vururuq 100'ə, bölürük 4'ə. Bərabərdir. Demək 11 alınır 1000. Ümumilikdə 1000 maşın satılıbsa truk tipli yəni 12%-i truk tipli maşın neçə faizdir? 12%-dir. Yəni 1000'in tapırıq 12%-in %12'sin 2-0 gedir və cavab olacaq 120 maşın. Yəni A variantı olacaq 3-cü sualda. 4-cü sualda nisbətində olan 2 natural ədədi üçün əbob AB bərabərdir 5 olarsa əkob AB-ni tap. Ümumiyyətlə əbob AB A-nın yerinə biz əbob A-mız nədir? 7x-dir. B-miz 3x. Bərabərdir neçə? 5. Yəni buradan çıxır ki x bərabərdir 5. Çünki bunların ortaq vuruğu x-dir və əbobu da 5'dir. Yəni x bərabərdir 5 alınacaq. Bizdən nə istəyir? Əkob AB. AB-miz nədir? 7x və 3x. Bərabərdir. 7x, yəni olacaq əkob 7x neçə eləyir? 7 5'in 35. 3x neçə eləyir? 15. Bərabərdir. Demək, belə olur da 7 vurulsun 3, bir də ortaq olanlar neçədir? 5. 7 üçün 21 vuranda 5'ə olacaq 5 birim 5, 5 2'nin yoxsa alınacaq 105. Yəni cavab olacaq C variantı. 5-ci sualda x parçasının uzunluğunu tapın. Biz bilirik ki h kvadratı bərabərdir m-in. Yəni 8'in kvadratı bərabərdir 16 vurulsun x. Burada da 16x bərabər 64, x bərabər 64 bölünsün 16, yəni alınır neçə? 4. Cavab olacaq A variantı. 6-cı sualda deyir ki, radiusu 2,5 cm olan çevrənin diametri təbii ki olacaq 5 cm, yəni C variantı. Demək,
7-ci sualda nə deyir? A-nın hansı natural qiymətində, A-nın hansı qiymətində tənliyin sonsuz sayda həlli var? Ümumiyyətlə, tənliyin sonsuz sayda həlli olması üçün biz belə qəbul edək ki, 0 bərabərdir 0 tənliyi alınmalıdır. Yəni, tənliyin sağ və sol tərəfi 0-a bərabər olmalıdır. Bunun üçün nə lazımdır bizə? A kvadrat çıxılsın 11A üstəgəl 12 bərabərdir 0. Həmçinin A çıxılsın 12 bərabərdir 0. Bu iki tərəf 0-a bərabər olsa tənliyimiz 0 olacaq. Burada 12-dir. Demək, ikinci tənliyimizdə A bərabərdir 12 alınır. Bu sadə bir şey. Birinci tənliyimizdə vurğuları ayıraq. A, demək, çıxılsın 12 idi burada. Mənfi 12, 1. Yəni, A çıx 12, A üstəgəl 1 bərabərdir 0. A bərabərdir 12, A bərabərdir mənfi 1 alınır. Demək, tənliyin hər iki tərəfin sıfıra çevirməsi üçün mənfi 1 yalnız sol tərəfi sıfıra çevirir. Amma 12 hər iki tərəfi sıfıra çevirir. Cavabımız olacaq 12. 8-ci sualda A və B ədədlərinin ədəd ortası 8-ə, C, D və E ədədlərinin ədəd ortası isə 28-ə bərabər olarsa, bərabərdir. A, B, C, D, E ədədlərinin ədəd ortasını tapın. A və B ədədlərinin ədəd ortası 8-dirsə, yəni A plus B böl 2 bərabərdir 8. Burada A plus B bərabər neçə alınacaq? 16 alınacaq. C plus D plus E neçədir? Üçünün ədəd ortası 3-ə bölürük, bərabər olacaq neçəyə? 28-ə. Onda C plus D plus E bərabər olacaq neçəyə? 3-ü 28-ə vurur. 3, 8-in 24, 3, 2-nin 6, 8, 84. İndi bizdən nə istəyir? Ümumi 5 ədədin ədəd ortası. Yəni A plus B plus C plus D plus E. Bölünsün neçəyə? 5-ə. Demək, A plus B neçədir? 16. Üstəgəl. C plus D plus E neçədir? 84 bölürük 5-ə. 100 böl 5 cavab olacaq 20. 9-cu sualda 70-in 30%-ni tapın. Nə edirik? 70-i 30-a vururuq, 100-ə bölürük. Sıfırlar gedir və cavab olacaq 21. Yəni C variantı. 10-cu sualda deyir ki, parabolanın təpə nöqtəsi harada yerləşir? Təpə nöqtəsinin koordinatları y bərabərdir. Demək, mənfi 2x çıxılsın 8x üstəgəl 3 funksiyası verilibsə, x bərabərdir mənfi b bölünsün 2a düsturu ilə tapılır. Demək, mənfimizi yazaq. B-miz neçədir? Mənfi 8 bölünsün 2a, yəni 2 vurulsun mənfi 2 bərabər neçə olacaq? Mənfi 8-i 4-ə böləndə 2 alınır. Y bərabərdir neçəyə? 4ac çıxılsın b kvadratı, 4ac çıxılsın b kvadratı bölünsün 4a bərabərdir. Demək, 4ac 4 vurulsun a-mız mənfi 2 vurulsun c-miz 3 çıxılsın b kvadratı, yəni mənfi 8-in kvadratı bölünsün 4a, yəni 4 vurulsun mənfi 2 hesabımızı aparaq. Demək, olacaq 4, 2, 8, 8, 24. Mənfi 24 çıxılsın 8, 8-in 64. Sonra, məxrəcdə neçə olacaq? Mənfi 8 bərabərdir. Demək, 88 mənfi 88 bölünsün mənfi 8 cavab olacaq. Demək, cavabımız olacaq 11. Ümumiyyətlə, koordinatımız neçə oldu? Mənfi 2, 11. Mənfi 2, 11 hara düşür? Təqribi koordinatlarımızı çəkək. Mənfi 2, 11 düşür 2-ci rübə. Yəni, cavab olacaq A variantı. 11-ci sualda ədəd silsilədə S11 bərabərdir 105-ə və A11 istəyir bizdən nəyə bərabərdir? S11 ümumiyyətlə nəyə bərabərdir? 2A1 plus 10D böl 2 vurulsun 11-ə. Demək, buradan 2-ni çıxarsaq mötərizə xaricinə
alınır 2 vurulsun A1 plus 5D bölü 2 vurulsun 11 bərabərdir neçəyə? S11 nəyə bərabərdir? 105'e bərabərdir. İkilərimiz buradan ixtisar gedir. A1 plus 5D deməli 11 ilə də 105 ixtisar gedir. Neçə dəfə düşür? Daha doğrusu burada 21'dir. S21. S21. Hə. Neçə dəfə düşür? 5 dəfə düşür. Demək A1 plus 5D bərabərdir 5'e. Yaxşı, A11 nəyə bərabər idi? A11 bərabərdir A1 plus 10D. Hə, biz burada yüngül səhv elədiyimizə görə, yəni 21 olduğuna görə, bu da 20D olacaq. 20D olduğuna görə, demək, burada çıxan da 10D qalmış olacaq. Və həmçinin aşağıda da, demək, A1 plus 10D bərabərdir 5. A11 də A1 plus 10D olduğuna görə cavabımız olacaq elə 5. Yəni 11-də cavab olacaq E variantı. 12-ci sualda demək bərabərsizliklərimiz verib. X mənfi 4 müsbət 5 arasındadır və Y 3 7 arasındadır. Biz 3X-i tapaq. 3X-imiz nəyə bərabərdir? Mənfi 12 ilə demək 15 arasındadır. Y-imiz hansı aralıqdadır? Y-imiz demək 3 və 7 arasındadır. Biz burada tərəf-tərəfə çıxmadan söhbət gedirsə, yəni Y çıxılsın 3X-dan söhbət gedirsə, biz ən böyükdən ən kiçiyini çıxaq. Demək, Y çıxılsın 3X. Hansı aralıqda olacaq? Ən böyükdən ən kiçik çıxanda 7 çıxılsın mənfi 12. Neçə eləyəcək? 19 eləyəcək. Və 3 çıxılsın 15. Neçə eləyəcək? Mənfi 12 eləyəcək. İndi burada nə istəyir bizdən? Ən tam qiyməti ilə, ən böyük tam qiyməti ilə ən kiçik tam qiymətinin cəmi, yəni 18 üstəgəl mənfi 11. Cavab eləyəcək neçə? Müsbət 7 eləyəcək. 13-cü sualda radiusu 5 cm olan çevrənin ən böyük vətəri, yəni diametrini tap deməkdir. D bərabərdir olacaq 10 cm. Yəni D variantı olacaq elə. 14-cü sualda bərabəryanlı trapesiyanın yan tərəfi 2 cm və orta xətti 6 cm. Demək, bərabəryanlı trapesiya çəkək. Bax, deyək ki, bura A, bura B və yan tərəfləri nə qədər verib? Yan tərəfi 2 cm. Bura 2-dir, bu da 2-dir. Orta xətti bizə verib. Orta xətti. Demək, orta xəttimiz neçə santimetrdir? 6 cm. Orta xətt nə deməkdir ümumiyyətlə? A plus B böl 2 bərabərdir 6. Onda A plus B bərabər olacaq neçəyə? 12. Onda perimetr nəyə bərabər olacaq? 12. Yəni qarşı tərəflərin cəmi, paralel tərəflərin cəmi. Üstəgəl 2, üstəgəl 2. Yəni cavab olacaq 16. E variantı. Və sonuncu 15-ci sual. Əvvəl işin 70%, sonra isə qalan işin 20% görüldü. İşin neçə faizi görülməmiş qaldı. Deyək ki, iş 100 idi. 100 həm də 100% kimi götürə bilərik. İşin əvvəlcə 70% görülübsə, neçə faizi qalıb? 30% qalıb. Yaxşı, 30% qalıbsa, demək, ümumi 20% də görüldü. 20% görülübsə, nə qədəsi qalıb? 30-un 20% görülübsə, 30-un 80% qalıb. Bizə lazım olan 80%-dir 30-un. İxtisarlar gedir, qalır nə qədər? 24. Demək, 24% qalıb işin. Yəni cavab olacaq C variantı.